Salam dostlar, kanala hoş gelmişsiniz. Bu günləri sizlərə VMware'də qaldırdığımız virtual maşınların, Windows Server 2016'nın, Windows 10'un və digərləri siz əgər qaldırmışsa, onlarda baş verən xətalarla bağlı, o xətaların aradan qaldırılması ilə bağlı üsulları sizə göstərəcəm. Deməli, bəzən olur VMware açarkən, virtual maşınları açmaq istəyərkən xətalar verir. Bu xətaların əsas səbəbi nədir? VMware bəzən o virtual maşınların hələ də arxa planda işlədiyini göstərir. Onun üçün də açmır və sizə deyir ki, bunu silin, yenidən yükləyin və bunu silib yenidən yükləməyə əvəzinə onların daha rahat aradan qaldırmasını istəyirsə, indi göstərəcəyim qaydada siz də edə bilərsiniz. Demək, bir yoxlayırıq, baxırıq ki, açılmır heç biri. Məndə Server 2016'da ikisi, biri də Windows 10'dur. Deməli, nə edəcəyik? İlk öncə gedəcəyik öz kompüterimizdə. Bunları yükləyərkən C diskinə düşdüyü üçün gedib C diskini tapacağıq. İndi bu barədə sizə göstərəcəm. Deməli, C diskində user faylı, orada da failin saxlandığı yeri tapacağıq. Burada kompüterdə indi siz ilk dəfə açarkən kompüterin ad vermişsə, həmin adda fayl olacaq C diskində. User, ondan sonra isim verdiniz. Mən məsəl üçün adımı vermişəm Fuad və orada dokument faylı olacaq ki, biz bunları yükləyərkən həmin fayllar Server 2016 olsun, Windows 10 olsun, deyək ki, sizdə 11-dirsə və yaxud da Server 2022-dirsə, onlar gəlib həmin yerə düşəcək. Həmin belə deyim, faylları tapacağıq. Dediyim kimi C diski user, orada sizin yaratdığınız kompüteri açarkən fayl və dokument. Orada deməli LCK olan fayl vardı. O faylı siləsiz və gördüyünüz kimi düzələcək. Digərlərində olduğu kimi gördüyünüz kimi mən Windows 10'dakı LCK-ni sildim, düzəldi. Artıq açılacaq. Artıq silib yenidən yükləməyə ehtiyac yoxdur. Digərlərini də tapıb siləcəyəm. Eynən olduğu kimi Server 2016'nı da LCK faylı vardı. Bir saniyə. Aha. Onu da sildim. İndi o biri də özünə gələcəkdir. Çox sağ olun. Abunə olun kanala. Videoları bəyənib izləməyi unutmayın. Təşəkkürlər.